Dostlar, bu ise bir daha sizi salamlayıram. Bu ise bizim Ford Explorer 2018-ci il. Buradakı informasiyasını sizler üçün biz çəkim. Avtoamerika saytı vasitəsilə gələn müştərilərimizə xüsusi endirim olacaq. Onu da xatırladım. Avtomobilimiz 2018-ci il 2.3 benzinli, 115.000 kilometrdən yol gedib. Nömrəsi verilmir, onu qabaqcadan deyim, nömrəsiz satılır. Avtomobilimiz artıq bizim ofisdə satışdadır. Buyurub gəlib yerində baxış keçirdə bilərsiniz. Belə, bu avtomobil də Amerikadan gəlibdir. 2.3 benzinli, turbodur, at gücü 360 olmalıdır, səhv eləmirəmsə. Bu avtomobil haqqında da əlavə informasiya almaq istəyən müştərilərimiz bizimlə əlaqə saxlayın. Biz onun geniş informasiyasını sizlərə verərik. Dostlar, onu da xatırladım ki, istənilən avtomobili bizim vasitəmizdə Amerikadan, Koreyadan, Avropanın istənilən ölkəsindən sifariş edə bilərsiniz. Hər birinizin yolunuzu gözləyirik. Buyurub, bizim vasitəmizdə avtomobil sifariş edilən müştərilərə xüsusi endirimlərimiz olacaq. Hər birinizin yolunuzu gözləyirik. Ünvanı xatırladıram, avtomobil satış mərkəzi, Bakı avtomobil satış mərkəzi, Avtosalon 23-də yerləşir bizim ofis. Hər birinizin yolunuzu gözləyirik, buyurub gəlib bizdən daha geniş informasiyalar əldə edə bilərsiniz. Beləliklə dostlar, bu avtomobilimiz haqqında bu qədər qısa bir çəkiliş etdim. Geniş informasiya istəsəz, buyurub bizə yazıb və yaxud da zəng edib əlaqə saxlaya bilərsiniz. Avtomobilimizin qiyməti $23.500'dır. Onu unuttum, zörrü sayın. 23.500 saytın adından gələn müştərilərə xüsusi endirimlər olunacaqdır. Buyurun, kimin ehtiyacı olarsa. Avtomobilimiz 7 yerlik, 4 çəkəndir. Onunla perivoddur. Əlavə yaddan çıxan informasiyaları olsa dostlar, əlaqə saxlayın sizlərə. Onun da geniş informasiyasını veririk. Beləliklə, bu avtomobil haqqında bu qədər, sağ olun. Növbəti videolarda görüşərik. Hər birinizə təşəkkürlər edirəm.